Mən Fərəzli Orxan, həkim psixiatr olaraq 2011-ci ildən bu sahədə fəaliyyət göstərirəm. Əsasən müayinə elədiyim pasientlər daha çox qorxu, həyəcan, kefsizlik, hansı ki, bu depressiya kimi də səsləndirilə bilər, beyində pis fikirlər, doğmalarını itirmə qorxusu, təkrarlanan hərəkətlər, əl çox yumaq, qapı, qaz yoxlamaq və s. Bunlar bizim sahənin nisbətən yüngül sayıla biləcəyi simptomlardır, amma digər tərəfdən də həm də şizofreniya kimi ağır şübhələr, qısqanclıq, paranoid düşüncələr, bipolyar pozuntu, şəxsiyyət pozuntuları kimi patologiyalarla da çalışıram. Əsasən baxdığım, müayinə etdiyim şəxs qrupları 15 yaşdan yuxarıdır və daha çox yetişkinlərlə və məşğul olmadığım sahələri deyim ki, maddə asılılığı, qumar asılılığı bu məsələlərlə məşğul olmuram.